Sual odur ki, indi bu müasir vaxtda, son vaxtlar populyar olub süni intellektdən, nə bilim, dini məsələləri soruşurlar ilə, ChatGPT olsun və s. başqaları. Ümumiyyətlə belə eləmək olar, yəni etibar eləmək olar belə şeylərə, belə vasitələrə. Bax qardaşım, burada məsələ nə yerdir? İnsanların dərəcəsi bir deyil, düzdür? Yoxsa bir deyil. Elmi dərəcəsi, imani dərəcəsi, ümumiyyətlə insana fərqlənirlər. Belə deyək, ümumi müsəlmanların, siravi, elmlə məşğul olmayan, elm tələbəsi olmayan, dinlə, şəriətlə məşğul olmayan müsəlmanların, yəni elmin dalınca düşməyən müsəlmanların ChatGPT-dən dini sual soruşması haramdır bir mənalı olaraq. Haramdır bir mənalı olaraq. Niyə Rəşad qardaş? Niyə? Çünki düzdən səhvi ayıra bilməyəcək. Sən ChatGPT-dən soruşdun, cavab aldın. Yox. İndi var düz, haqq bir daxı. Var düz, var səhv, haqq batil. Sənin bunu ayırt etməyə gücün yoxdur. Elmin yoxdur. Sən soruşdun, əməl etdin. Biz deyirik xusrandır, zəlalətdir. Allah zəlalətini cəhənnəmə aparar səni. Rahat. Rahat cəhənnəmə aparar səni. Bir əqidə məsələsi soruşarsan, tohidlə bağlı məsələ soruşarsan, cavab verər, düzgün cavab verməz. Kim deyir ki, ChatGPT %100 düzgün cavab vermir ki, istər dünyavi işlər demir. Hətta dünyavi işlərin özündə şəriəti saxlayaq, %100 düzgün cavab vermir. Buraxır ehtimallar, təxminlər buraxır, düz də deyə bilir, düz də deyə bilmir. Hətta dünyavi işlərin özündə mütəxəssislər ki var, indi qardaşlarımız məşğul olurlar da, onlar o işdə mütəxəssisdir deyə soruşur. Ayırt edəcək nəyi düz dedi, nəyi yox. Dində necə? Məsələn, qardaş IT-şnikdir, düzdür, kompüter işində məşğul olur. Mütəxəssisdir, bilir. Onun sualı çıxanda soruşur. O, səhv deyəndə bu təyin eləyir. Yox, düz demədi. Ayırt edir. Sənətkar işidir bunun. Ustasıdır bunun. İndi sən din elmini bilmirsənsə, şəri məsələləri ChatGPT-dən soruşma haramdır. Niyə? Cavab ehtimal buraxır ona görə. Səhv də ola bilər, düz də. Və ehtimal var ki, sən səhvi götürüb əməl eləyərsən və onunla da Allahdan uzaq düşəsən. Şəriətin əhkamları emil alimlərdən öyrənilir, bilənlərdən öyrənilir. O ictihad edir, o haqqıdır. Allah subhanahu wa ta'ala deyir, bilmədiklərinizi bilənlərdən soruşun, yəni alimlərdən, elm əhlindən soruşun. Və onda sən zimməti boynundan qaldırmış olursan. Vallahi ChatGPT-dən soruşanda zimmət boynundan qalxmır sənin. Yəni zimmət boynundan qalxmır nə deməkdir? Mənim sualım var, cahiləm, siravi müsəlmanam. Allah Taala deyir, bilənlərdən soruş. Getdim elm əhlinin yanına. Mötəbər, etibar olunan elm əhli var ölkəmizdə. Soruşdum, səhv dedi. Nə olacaq qiyamət günü? Vallahi bir şey yoxdur sənə. Zimmət boynundan qalxdı. Səhv deyib. 10 ildir səhv eləyirsən. 10 ildir səhv eləyirsən. Heç bir şey yoxdur. Düz etmiş kimisən. Bəs Rəşad qardaş, o suala cavab verən adam, onun aqibəti nədir? Bir savab alır səhv dediyi üçün. O da itirir, o da itirmir. Müştehid ictihad etdiyi üçün o məsələdə düz desə 2 savab alardı, səhv demiş olsa 1 savab. ChatGPT nə yerdədir ki? Düz desə 1 savab alır. Sən biləndən soruşdun. Ona görə bizim özümüz, məsələn mən vallahi deyirəm, nə qədər olub dinlə bağlı şeylər yazmışam. Səhv. Bilirəm ki, səhv deyir. Düzgün yerinə qoymur, düzgün yanaşmır, düzgün metoddan izah etmir, yaxınlaşması səhvdir. Biraz gedirsən üstünə, düzəldir asta-asta. Niyə sən gedirsən üstünə? Şahmar, sən bilirsən deyə aparırsan onu. Deyir, üzr istəyirəm, səhv eləmişdim, mən falan. Amma sən bilməsən, birinci dəfədən axı əməl eləyəcəksən onu. Vallahi 5-6 dəfədən sonra Emil, 5-6 dəfədən, yəni dirənəndən sonra haqq üzə çıxır. Qardaş, sən bunu eləyə bilməyəcəksən axı. Ona görə biz deyirik ki, siravi müsəlmanların ChatGPT-dən dini əhkamları, məsələləri soruşması haramdır bir mənalı olaraq. Böyük günah sahibidirlər. Qətiyyən olmaz. Bəs Rəşad qardaş, bilən adamın problem yoxdur.
Müəyyən qədər istifadə edə bilər, faydalıdır, əladır, əlhamdülillah. Digər sahələrdə olduğu kimi. Rahatlıq baxımından müəyyən elə şeylər var ki, onlardan ümumən istifadə eləmək əladır. Ayənin yeridir, hədisin məsələn hardadır falan. Ümumi məlumatlar yoxdur, amma var konkret sən Allaha yaxınlaşmaq istəyirsən, dini əhkam soruşursan, dəstəmazla bağlı, namazla bağlı, vitrlə, zəkatla, həclə, burada əqidə ilə, təvhidlə, sən burada son dərəcə diqqətli olmalısan. Olmaz. Amma elm əhli soruşsa, ayırt edə bilir deyə soruşa bilər rahat. Nə yox Şir Emil? Bidət əhlinin kitabını oxumaq olar yoxsa yox? Biri kitab yazıb. Siravi müsəlmanlara bidət əhlinin kitabını oxumaq haram da olmaz. Qardaş, sən cəhənnəmə aparır. Nə edirsən sən? Elm tələbəsi bidət əhlinin kitabını oxuya bilər yox, oxumalıdır hərdən. Cavab vermək üçün, rədd etmək üçün, bilmək üçün. İşi də ona görə. Amma siravi müsəlman yox. İndi